Son zamanlarda bir neçə məhsul yoxlamışam. Əgər aralarında almağı düşündüyüm var idisə, bax, mənim ən sevdiyim quru şampun Batiste, amma bu o demək deyil ki, biz yenilərini yoxlamamalıyıq. Got to be markasının quru şampununu yoxladım. Deyə bilməyəcəm pisdir. Sadəcə ağ izi yox eləmək üçün saçı o qədər çox qarışdırmalı olursunuz ki, bu biraz yorucu ola bilir, əsəbləşdirir. Amma nəticəsi yaxşıdır. Mənim üçün bir Batiste oldumu? Olmadı, amma endirimdə görsəm alaramı? Alaram. Çayın bu istisində fenlə hər dəfə saç şəkilləndirmək çətindir, yorucudur, bezdiricidir. Ona görə də bu cür saç şəkilləndirici hər zaman axtarıram, bəyəndiklərimi paylaşıram. Bunu bəyənə bilmədim. Niyə? Çünki bu normalda saçınızı dalğalandırmalıdır. Qıvrımdırsa saçınız, qıvrımları daha da gözə çarpan eləməlidir. Amma elədiyi tək şey saçı yapışqan eləməkdir. Yəni ən azından məndə belə oldu. Hansını bəyənirəm? Urbanın bu saç kremi, hansı ki dalğalandırır, nəmli saça tətbiq edirsiniz. Bunu bəyənirəm, amma bu Urban məhsulunu bəyənə bilmədim. Tərkibinin nə qədər bərbad olduğunun fərqindəyəm, amma bəzi günlər həqiqətən yaxşı qorunmağa ehtiyacımız olur. O günlər üçün almışdım, amma heç o günlərdə də istifadə eləməyəcəm artıq. Çünki dərimi o qədər təhriş elədi ki, yəni qaşınırsınız. Bunu istifadə eləyəndə qaşınırsınız. Bir daha nəinki istifadə eləmək, hətta bu videodan sonra atmağı düşünürəm. Son olaraq solyariya girmək istəməyən və günəşlənmək istəməyən insanlar üçün ki, çox haqlısınız, ziyandır. Amma bronz görünmək istəyənlər üçün hər zaman maraq dairəsində olacaq məhsul kateqoriyası avtozaqarlar. Bu dəfə mən yoxladım San Azon markasının bu məhsulunu. Öncəsində piling etməyimə rəğmən, sonrasında dərimi bərabər şəkildə nəmləndirməyimə rəğmən və bu məhsulu çox ehtiyatla tətbiq eləməyimə, bərabər yaymağıma rəğmən yama-yama qaldı. İstədiyimiz kimi o bərabər bir bronzlaşmanı görmədim. Üstəlik bu cür məhsullar 8-10 gün dəridə qalmalıdır. Bu 2 duş sonrasında, 2 gün sonrasında axdı. Yaxşı ki də axdı, heç yaxşı görüntü değildi. Qısacası bunu heç bəyənə bilmədim. Deyəsən mən bu dəfə heç ürəyimcə bir məhsul tapa bilməmişəm. Nəysə, biləm. Hələ ki bu qədər. Bay bay.